Bəli, əgər bir insan la ilahə illallahın mənasını düzgün bilmədən deyirsə, o kəlmənin ona faydası var. Bəli, əgər həqiqətən də o kəlmənin həqiqi mənası ona çatmayıbsa. Buna dəlil, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, vaxt gələcək, elə insanlar olacaq ki, deyəcək bizim ata-babalarımız nəsə la ilahə illallah deyə belə bir söz deyirdilər. Nəsə belə bir söz var idi deyirdilər. Səhabələr dedi ki, ya Rasulallah, o sözün onlara faydası olacaq, deyir, bəli. Özləri də demir, təkrarlayırlar ki, babalarımız belə bir söz deyir. Nədir o söz bunların dilindən çıxır, onlara fayda verəcək. La ilahə illallah deyən dil yanmayacaq orada. Əgər bir insan la ilahə illallahı deyirsə, sonra mənasını öyrən. Ola bilsin, bilməsin. Bugünləri elə təbliğ olunur ki, böyük əksəriyyət, hətta din adından danışan bir çox insanlar elə bilirlər ki, la ilahə illallah necə qardaşdır sualda, Allahdan başqa Allah yoxdur deməkdir. Əgər həqiqətən bu olsaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm bu dəvəti aparmaz. Bu dəvətlə göndərilməsi mənasız olardı. Niyə görə? Çünki göndərildiyi o tayfası, qövmü Allahın varlığına inanırlar. Və la in sa'altahum men xalaqas semawati vel ard la yaqulunna Allah. Əgər sən onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb, sözsüz Allahdır deyə cavab verəcək. Demək, Allahın varlığına inanırlar. Sadəcə onlarda problem nə idi? Onların şirkə düşməsi. Yəni Allahla yanaşı başqalarına da ibadət eləmələri. Allaha da ibadət edirlər, lakin Allahla yanaşı başqalarına da ibadət edirlər. Bax, gedin, əgər kim bacarırsa, qədim ərəb mədəniyyətinə xas olan şeirlər, qəsidələr var. Müşriklərin şeirləri, qəsidələri. Məsələn, Əbu Talibin bir neçə qəsidəsi var. Oxu onu, sən deyərsə ki, yəqin bunlar möminlər, hansısa möminin qəsidəsidir bu. Allah ilə təriflər verirlər. Lakin onunla yanaşı nədir? Müşrik idilər. Çünki Allahla yanaşı bütləri də əzəmətləndirib onlara ibadət edir.